Aleykum assalam tullah bərəkatuhu. Sual belədir ki, çox qardaşlar var ki, tələbələri qınayır və tənqid edir ki, ölkəmizdə şəxsiyyət vəsiqəsinə hicablı şəkil çəkdirmək olmaz və heç bir tələbə bu haqda danışmır, susur. Ümumiyyətlə, belə məsələlərdə müsəlmanın mövqeyi necə olmalıdır? Əslində, bizim bir çox tələbələr hicabla bağlı rəylər bildiriblər. Bildiriblər ki, bu düzgün deyil. Ümumiyyətlə, dövlətin əslində qoyduğu konstitusiyaya ziddir. Çünki konstitusiyada din azadlıq məsələsi var. Çünki Azərbaycan sivil tolerant dövlət hesab olunur. Konstitusiyon məhkəmə ilə idarə olunur. Və əslində, deməli, şəxsiyyət vəsiqələrində şəklin, hicablı qadınların şəkilsiz çəkdirilməsi belə əslində onların hüquqlarının pozulmasıdır. Amma bu, hansısa bir tələbənin həll edəcəyi bir məsələ deyil. Hətta bütün tələbələr yığışsa belə, o tələbələrin həll edəcəyi bir məsələ deyil. Bizim bir Azərbaycan vətəndaşı kimi, hüququ bir vətəndaş kimi bizim boynumuza düşən odur ki, bu barədə Respublikada olan, ibadət əhli olan, ailəsində hicablı xanım olan hər bir vətəndaş, qadınlar və kişilər daxil olmaqla, bu barədə lazım olan, aidiyyəti olan quruma müraciət eləməlidir, bildirməlidir və bunu qanunla əsaslandırmalıdırlar. Konstitusiya qanunla əsaslandırılmalıdır və bu izahlı tələb olunmalıdır və konstitusiyada əgər hansısa bir dəyişikliyə ehtiyacı varsa, bu artıq dövlət səviyyəsində həll olunan bir məsələdir. Amma məsələ ondadır ki, bu məsələ yenə qeyd edirik, bu tələbə və ya tələbələrin həll edəcəyi bir məsələ deyil. Bu, ümumi xalq bir məsələsidir və bunun da çıxış yolu odur ki, yalnız bu barədə aidiyyəti olan qurumlara müraciət oluna bilər və ya da ki, birbaşa ilə dövlət başçısına məktub ünvana bilər. Orada təkcə Azərbaycanın, Bakıdan yox, bütün regionlardan, hicablı qadınlar və ya da ki, hicablı qadın ailəsində olan, o kişinin ailəsində ki, ya anası, ya bacısı, ya qız hicablıdırsa, həmin o kişilər də bu barədə müraciət eləməlidir və birbaşa olaraq aidiyyəti olan qurumlara və ya da ki, dövlət başçısına birbaşa olaraq və o həmən hicablı qadınların hüquqlarının təmin olunması, istəmək lazımdır, bildirmək lazımdır. Ona görə bu məsələdə sırf tələbləri qınamaq yanlışdır, xatadır. Çünki heç bir tələbə həmən aidiyyəti olan qurumlarda nə bir vəzifə daşımır, nə bir məsul işdə deyirlər. Aydındır, ona görə bu məsələdə kimlərsə tələbələri qınayırlarsa, çox xata edirlər, düzgün mövqedə deyirlər. Lazım olan, aidiyyəti olan qurumlara müraciət oluna bilər. Misal üçün, dini qurumlara müraciət oluna bilər və ya da ki, məsəl üçün, şəxsiyyət vəsiqəsi verən hansısa nazirlikdirsə, o nazirliyə müraciət oluna bilər və yeri gələndə dövlət başçısına müraciət oluna bilər. Xülasə, bu məsələ ilə hansı ali qurum maraqlanırsa, hansı ali quruma aiddirsə, məktub da ərizə formasında ora yönəlməlidir. Oradan xahiş olunmalıdır ki, bu hicablı qadınların şəxsiyyət vəsiqələrində hicablı şəkil çəkdirmələri, hüquqları təmin olsun. Vətəndaş kimi bizim mövqeyimiz bu olmalıdır. Bir müsəlman kimi bizim mövqeyimiz bu olmalıdır. Bizdən ancaq onlara bu məsələni çatdırmaqdır, bildirməkdir, aydındır. Amma hansısa bir nümayişlər vasitəsilə, radikal bir formada bunlara etiraz eləmək, xeyr, bunlar heç biri şəriətə görə olmaz. Biz yalnız yazılı formada müraciət edib və bizim bu xahişimizi, bizim bu etirazımızı təmin olunmasını rica edə bilərik, xahiş edə bilərik ki, buna qanun formada baxsınlar. Amma başqa artıq əksi hərəkətlər eləmək, nümayişlər, radikal addımlar və s. bunlar hamısı şəriətə müxalif olan əməllərdir.